Neftçinin 15 yaşlılardan ibarət komandası Palm Sports futbol mərkəzində məşqlərinə davam edir. Ağqaralar U15 milli komandasının oyunları ilə bağlı yaranmış fasilədən səmərəli istifadə etməyə çalışır. Neftçinin 5 futbolçusu Harun Əliyev, Emil Quliyev, Kənan Əzəmov, Fan Əlizadə və Qafar Babayev milli komandaya dəvət aldıqları üçün hazırlıqda iştirak etmirlər. AFFA U15 liqasının A liqasında mübarizə aparan Neftçi ikinci dövrədəki oyunlarını 1 qələbə, 2 eç-eçə və 1 məğlubiyyətlə başa vurub. Komandanın baş məşqçisi Eldəniz Məmmədov çempionatın reqlamenti, komandanın hazırki durumu və yaranan fasilə ilə bağlı Neftçi TV-yə danışıb. 20 komanda 4 yarım qrupdadır, 5-5 bölüşmüşük. A, B, D, C qrupu Millətlər Liqasında olan formatda keçirilir. Hər yarım qrupda ilk 3 komanda qalır öz yerində. A qrupunda məsəl üçün ilk 3-ü tutan qalır yerində, 2 dənə tutan axırıncı yerlər düşür B-yə. B-də 1-2 qalxır belənçinə. Bu gedir hardasa 4 dövrə. 5-ci dövrədə səhv eləmirəmsə 6-lıq olacaq. 6 komanda orada artıq dairəvi sistemlə 10 tur çempionat finişi olacaq. Hələ ki oyunçuları müxtəlif pozisiyalarda yoxlayırıq. 3 oyunçumuz 16 liqasında çıxış eləyir, daim əsas heyətdə oynayırlar. Aşağıdan bir oyunçu götürmüşük. Hələ ki axtarışdayıq, rotasiyalar çox eləyirik. Qışa kimi yəqin komplektləşəcəyik. Final mərhələsinə daha optimal heyətlə çıxış eləyəcəyik. 5 dənə futbolçumuzun milli komandada olmağı hər birimiz üçün uğurdur. Uğurlar olsun hər birinə. Biz də yoldaşlıq görüşləri danışmışıq, artıq 3 oyun danışmışıq. Çalışıram ki, 1 yaş yuxarı rəqiblərlə danışaq, Araz Naxçıvanla danışmışıq. Ancaq yoldaşlıq görüşlərindən daha az oyun şansı qazanan futbolçularımız da var. Onlara da əsas heyətdə şans verəcəyik. Hazırlığımız beləsinə davam elətdiririk. Həmçinin futbolçumuz Sübhan Həziyev də fikirlərini bölüşüb. Axırıncı 2 oyunları bərabər oynadıq, buna görə B liqasına düşdük. Bu bizə daha da motivasiya verdi ki, biz təzədən A liqasına qalxaq. Yaxşı oyunlar keçirəcəyik, çox yaxşı hazırlaşırıq. Məşqlərdə ciddiyik, çünki B liqasındayıq, biz A liqasında olmalıyıq, yaxşı hazırlaşırıq. Qeyd edək ki, 15 yaşlılarımız bu mövsüm ümumilikdə 8 rəsmi oyuna çıxıb, 4 dəfə qalib gəlib, 2 dəfə uduzub. 2 oyun isə heç-heçə yekunlaşıb.